Bir neçə gün əvvəl vəzifədən kənarlaşdırılan İmişli rayon Ağsaqqallar Şurasının sədri Salih Səmədovun oğlu da işdən çıxarılıb. Qafqaz İnfonun məlumatına görə Salih Səmədovun oğlu Kamran Səmədov İmişli rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsini itirib. O müvafiq əmrlə işdən çıxarılıb. Qeyd edək ki, mayın 9-da İmişliyin Sarıxanlı kəndində faşizm üzərində qələbə günü münasibətilə təşkil olunan tədbirdə SSR bayrağı altında sinəsində Rus imperiyasının rəmzi olan Georgi lenti ilə çıxış etməsi qalmaqala səbəb olub və Azərbaycan Ağsaqqallar Şurasının idarə heyətinin növbədən kənar iclası keçirilərək o vəzifədən uzaqlaşdırılıb. Onun yerinə müvəqqəti təyin edilən Vahid Tağıyev isə bir gün sonra işdən çıxmaq barədə ərizə yazıb. Salih Səmədovun və övladının çoxsaylı əmlaklarının və biznes şəbəkəsinin olması barədə məlumatlar yayılıb.